Salam. Bugün biz dayaq hərəkət sistemi və onun tərkib hissələri və funksiyası ilə tanış olacağıq. Dayaq hərəkət sistemi dedikdə sümük və əzələlər nəzərdə tutulur. Sümük və əzələlər. Sümük dayaq hərəkət aparatının passiv hissəsini təşkil edir. Əzələlər isə dayaq hərəkət aparatının aktiv hissəsini təşkil edir. Çünki dayaq hərəkət aparatının əzələlər və sümüklərin sayəsində hərəkətimizi təmin edir. Sümük isə bədənin dayağını təşkil edir. Dayaq hərəkət aparatına aiddir sümük sistemi və əzələ sistemi. Sümük sisteminin funksiyası, dayaq funksiyası, bədənimizin dik durmasını təmin edir. Hərəkət funksiyası, əzələlərlə birlikdə hərəkəti təmin edir. Qoruyucu funksiya, məsələn, kəllə qutusu, beyni, döş qəfəsi, ağciyər, ürək və yaxud onurğa sütunu, onurğa fəqərələri birləşərək onurğa beynini əhatə eləyərək qoruyucu funksiya yerinə yetirir. Metabolik funksiya bildiyimiz kimi sümükdə kalsium, fosfor kimi mineral maddələr toplanır. Bu sümüyün metabolik funksiyasına aiddir və qanyarıcı funksiya sümüklərin içərisində olan qırmızı sümük iliyi demək qan formalı elementlərin yaranmasında iştirak edir. Ona görə də sümüyün bir funksiyası da qanyarıcı funksiyadır. Sümüyün kimyəvi tərkibinə tanış olsaq, sümüyün kimyəvi tərkibi üzvü maddə və qeyri-üzvü maddələrdən ibarətdir. Üzvü maddələr sümüyün tərkibində əsasən zülallar üstünlük təşkil edir. Zülallar, yəni üzvü maddələr sümüyə elastiklik verir. Necə bilmək olur təcrübədə? Sümüyü yandırmaqla təyin etmək olur ki, yandırılan zaman üzvü maddələr yanır və sümüyün tərkibində ancaq qeyri-üzvü maddələr qalır. Ona görə də yandırılmış bir sümük elastikliyini itirir, sərtliyini isə saxlayır. Qeyri-üzvü maddələr isə, yəni ən çox kalsium və fosfor sümüklərə sərtlik, möhkəmlik verir. Və bunu təcrübədə sümüyü bir sutka 10% hidrogen xlorid məhlulunda saxladıqda kalsium xlorid turşusunda həll olur və bu zaman sümüyün sərtliyi itir. Həmin sümüyü biz əyib vura bilərik. Yaş artdıqca qeyri-üzvü maddələrin miqdarı artır, üzvü maddələrin miqdarı isə azalır. Sümük toxumasının quruluşu. Sümük toxuması bildiyimiz kimi toxuma hüceyrə və hüceyrəarası maddədən ibarətdir. Sümük hüceyrələri, sümük toxuması da sümük hüceyrələri və hüceyrəarası maddədən ibarətdir. Sümük toxuması birləşdirici toxumanın bir formasıdır və ona görə də sümük toxumasında sümük hüceyrələri n qədər olarsa, hüceyrəarası maddə daha çox olur. Çünki birləşdirici toxumada hüceyrələr bir-birindən aralı yerləşir. N qədər sümük hüceyrəsi varsa, 2n qədər də hüceyrəarası maddə var. Məsələlərdə bizə 6 kiloqram sümük hüceyrəsi varsa, demək 12 kiloqram hüceyrəarası maddə var. Toplamı isə sümük toxumasının cəmini verir. Və yaxud insan skeleti 18 kiloqramdır desə, 18 kiloqramın 1/3 hüceyrənin, 1/2 isə hüceyrəarası maddənin payına düşür. Sümüyün növləri ilə tanış olsaq, sümüklər uzun boylu sümüklər, qısa sümüklər, yassı sümüklər və qarışıq sümüklərə bölünür. Uzun boylu sümüklər bazu, sait hissə, yəni mil dirsək, aşağı ətraflarda bud və baldır hissə, yəni qamış və incik sümüyündən təşkil olunmuşdur ki, toplam 12 sümük uzun boylu sümükdür. Uzun boylu sümüklərdə həm qırmızı sümük iliyi, həm sarı sümük iliyi yerləşir. Qısa boylu sümüklərə pəncə sümükləri, yəni əl darağı, əl darağı arxası, ayaq darağı, ayaq darağı arxası və əl və ayaq barmaqları, falanqaları qısa boylu sümüklərə aiddir. Yassı sümüklər kəllə qutusu, çanaq, döş sümüyü, qabırğalar və kürək sümüyü. Qarışıq sümüklərə fəqərələr, körpücük sümüyü və kəllənin üst skeletini təşkil edən sümüklər qarışıq sümüklərə aiddir. Dediyimiz kimi, sümüklərin içərisində qırmızı sümük iliyi və sarı sümük iliyi olur. Qırmızı sümük iliyi demək olar ki, süngəri maddəni təşkil olunmuş bütün sümüklərdə olur. Funksiyası qan yaratma funksiyasıdır. Sarı sümük iliyi isə ancaq uzun boylu sümüklərin içərisində olur. Sümük birləşmələri hansılardır insan bədənində? Hərəkətli, hərəkətsiz və yarım hərəkətli sümük birləşmələrinə rast gəlinir. Hərəkətli sümük birləşmələrinin digər adı oynaqdır. Hərəkətli sümük birləşmələri
Məsələn, kəllədə alt çənə gicgah, yuxarı ətrafın sərbəst hissəsində bazu said, bazu və said hissədə, kürək sümüyü ilə bazu sümüyü arasında, aşağı ətraflarda bud və çanaq arasında, bud və baldır arasında, yəni budla qamış incik sümüklərinin birləşməsi oynaqları əmələ gətirir. Demək, oynaqlar mütləq oynağı əmələ gətirən sümüklər. Sümüyün bir hissəsində oynaq çuxuru olur, digərinin oynaq başı olur. Hər ikisi qığırdaqla örtülmüşdür. Onların içərisində oynaq kisəsi olur. Oynaq kisəsi oynaq mayesi ifraz edir sürtünmənin qarşısını almaq üçün. Bir də oynağı əmələ gətirən sümüklər bir-birinə bağlar vasitəsilə birləşir. Hərəkətsiz birləşmələrə kəllə qutusu sümükləri, baxın, kəllənin kəllə qutusunu təşkil edən sümükləri, yəni alın, təpə, gicgah və ənsə sümükləri və ümumiyyətlə üz hissəsinin də sümükləri alt çənədən başqa hərəkətsiz birləşmə əmələ gətirib. Onurğa sütununda isə oma və büzüm fəqərələri birləşərək hərəkətsiz birləşmə əmələ gətirib. Yarım hərəkətli birləşmələrə onurğa sütununun fəqərələrini göstərmək olar. Yalnız birinci, demək, boyun fəqərəsi ənsə ilə hərəkətli birləşmə əmələ gətirib. Döş, demək, 6 boyun, 12 döş, 5 bel fəqərələri yarım hərəkətli birləşmələr əmələ gətirib. Oma və büzüm isə dediyimiz kimi o fəqərələr, oma və büzüm fəqərələri hərəkətsiz birləşmələ bir-birinə birləşir. İnsan skeleti 3 şöbəyə ayrılır. Baş, yəni kəllə skeleti, gövdə skeleti və ətrafların skeleti. Kəllə skeleti gördüyümüz şəkildə, kəllə skeleti dedikdə 2 şöbədən ibarətdir. Kəllə qutusu və üz şöbəsi. Üz şöbəsində 15 sümük var. Hər birinin adını çəkmək abituriyentlər üçün önəmli deyil. Ən azından üst çənə sümüyü 2 dənədir. Alt çənə sümüyü 1 dənə, almacıq sümüyü, əng sümüyü, xəlbir sümüyü, burun sümüklər, göz yaşı sümüyü və s. sümüklərin adını çəkə bilərik. Kəllə qutusunda alın, təpə, gicgah, ənsə sümükləri kəllə qutusu sümüklərinə aiddir. Demək, gövdə skeletinə onurğa sütunu və döş qəfəsi aiddir və bir də ətrafların skeletinə bölünür skelet. Kəllə qutusunda bir daha gəl nəzərə salaq. Burada gördüyümüz kimi kəllə 2 hissədən ibarətdir. Kəllə qutusu və üz hissəsi. Üz hissəsinə dediyimiz kimi yalnız alt çənə sümüyü hərəkətli birləşmə əmələ gətirib. Alt çənə sümüyü 2 dənə, 2 tərəfdən, bir alt çənə, 2 gicgah sümüyü ilə birləşib, sağ və sol tərəfdən demək, oynaqlar əmələ gətirib və ənsə də birinci boyun fəqərəsinə birləşib oynaq əmələ gətirib. Demək, kəllədə 3 oynaq var. Alt çənə gicgah ikisini əmələ gətirib sağ-sol tərəfdən, ənsə birinci boyun fəqərəsi üçüncü oynağı əmələ gətirib. 3 oynağın əmələ gəlməsində neçə sümük iştirak edir desələr testdə, əgər demək, 3 oynağın əmələ gəlməsində neçə kəllə sümük iştirak edir, kəllə skeletin aid olan sümük iştirak edir, o zaman 4 sümük götürürük. 1 alt çənə, 2 gicgah, 1 ənsə sümüyü 3 oynağın əmələ gəlməsində iştirak edir. Ümumən desə, neçə sümük 3 oynağın əmələ gəlməsində iştirak edir, o zaman birinci boyun fəqərəsində əlavə edərik. Yəni, onurğa sütununun bir dənə fəqərəsi, yəni birinci boyun fəqərəsi kəllənin o 3 oynaqlarından biri olan ənsə birinci boyun oynağının əmələ gəlməsində iştirak edir. Daha sonra gövdə skeleti ilə tanış olaq. Dedik ki, gövdə, baxın burada gövdə skeletini görürük. Gövdə skeleti onurğa sütunundan və döş qəfəsindən ibarətdir. Onurğa sütunu esvari əyriliyə malikdir insanlarda. Yəni, boyun önə, döş arxaya, bel önə, oma arxaya. Yəni, 4 əyrilik var. Önə doğru əyrilik lordoz, arxaya doğru əyrilik kifoz adlanır. Arxadan baxanda onurğa sütunu düz görünür. Amma bəzən onurğa sütunu yanlara doğru da əyilmiş formada olur ki, buna da skalyoz deyilir. Yəni, patoloji formaları da var. Onurğa sütununun, demək,
boyun hissəsi 7 fəqərədən, yəni məməlilərin əksəriyyətində 7 fəqərədir. Döş 12 fəqərə, bel demək 5 fəqərədən, oma 5 fəqərədən, büzüm isə 4 və ya 5 fəqərənin birləşməsindən əmələ gəlir. Boyun hissə önə doğru əyrilik, yəni lordozdur və boyun fəqərələri, yəni bir dənə boyun fəqərəsi 2 sümüklə birləşmə əmələ gətirir. Özündən yuxarıda, özündən aşağıdakı fəqərə ilə. Bir də bel, yəni lordozu əmələ gətirən boyun və bel şöbəsi 2 sümüklə birləşmə əmələ gətirir. Baxaq, bel şöbəsinin bir fəqərəsi yuxarıdan və aşağıdan digər bel fəqərələrlə birləşib. Ona görə də bir bel fəqərəsi 2 sümüklə birləşmə əmələ gətirir. Bir boyun fəqərəsi 2 sümüklə birləşmə əmələ gətirir. Kifozu əmələ gətirən döş və oma şöbəsi 4 sümüklə birləşmə əmələ gətirir. Hansı sümüklərdir? Demək, bir döş fəqərəsi yuxarıdan və aşağıdan digər döş fəqərələrlə birləşir. Sağ-sol tərəfdən isə 2 qabırğa ilə birləşmə əmələ gətirir. Oma fəqərəsi. Demək, yuxarıdan və aşağıdan digər oma fəqərələri ilə, yan tərəfdən isə, sağ-sol tərəfdən isə 2 dənə çanaq sümü ilə birləşmə əmələ gətirir. Büzdüm fəqərələrdən tanış oluruq. Büzdüm fəqərələri yenə də özündən yuxarıda və özündən aşağıdakı digər büzdüm fəqərələri ilə əmələ gətirir, yəni 2 dənə fəqərə ilə birləşmə əmələ gətirir. Amma sonuncu büzdüm fəqərəsi yalnız bir sümüklə birləşmə əmələ gətirir. Ona görə də bizdən testdə məlumat almaq istəsələr ki, demək, fəqərələr minimum və maksimum neçə sümüklə birləşmə əmələ gətirir. Fəqərə minimum 1, yəni söhbət sonuncu büzdüm fəqərəsindən gedir. Maksimum 4 sümüklə birləşmə əmələ gətirir ki, onlar da döş və oma nahiyələrində olan fəqərələrdir. Döş qəfəsi ilə tanış olaq. Döş qəfəsi gövdə skeletinə aiddir. Döş qəfəsi dedikdə 12 cüt qabırğalar, bir tək döş sümüyü və 12 cüt qabırğanın arxadan birləşdiyi döş fəqərələri nəzərə alınır. Döş demək, sümüyünə birləşən 7 cüt qabırğalar, yəni 1, 2, 3 və 7 cüt qabırğa arxadan döş fəqərəsinə, öndən döş sümüyünə birləşir qığırdaqlar vasitəsilə və bu qabırğalar həqiqi qabırğalar adlanır. 8, 9 və 10-cu cüt qabırğalar, 8-ci cüt qabırğa və 9 və 10-cu cüt qabırğa bir-birinə birləşərək 7-ci cüt qabırğaya birləşir və bunlar yalançı qabırğalar adlanır. Sonuncu 2 cüt qabırğa isə arxadan ancaq döş fəqərəsinə birləşibdir, 11-ci döş fəqərəsinə birləşib, öndən isə döş sümüyünə birləşməyib, sərbəst halda qaldığına görə sərbəst qabırğalar adlanır. Demək, döş qəfəsini təşkil edən hansı sümüklər bir sümüklə birləşmə əmələ gətirir? Sonuncu 11-ci və 12-ci cüt qabırğalar, yəni bir dənə 11-ci cüt qabırğa, 11-ci fəqərəyə birləşmiş qabırğa, bir dənə döş fəqərəsi ilə birləşir. Yəni, döş qəfəsində 4 dənə sümük, 11-ci, 12-ci cüt qabırğalar ancaq bir sümüklə birləşmə əmələ gətirir. Döş qəfəsi dedik ki, qabırğalar döş qəfəsinə qığırdaqlar vasitəsilə birləşir. Döş qəfəsi hansı sümüklərlə birləşmə əmələ gətirir? Döş qəfəsi dedikdə ümumilikdə götürürük bu hissəni, yəni qabırğalar döş sümüyü və arxadan döş fəqərələri döş qəfəsinə əmələ gətirir. Döş qəfəsi yuxarıdan 7-ci boyun fəqərəsi ilə, aşağıdan 1-ci bel fəqərəsi ilə və 2 dənə də körpücük sümüklə birləşmə əmələ gətirir. Yəni, döş qəfəsi 4 sümüklə birləşmə əmələ gətirir. Ümumən gövdə skeleti neçə sümüklə birləşmə əmələ gətirir desələr, gövdə skeleti yuxarıdan ənsə ilə, 2 dənə körpücüklə və aşağıdan 2 çanaq sümüyü ilə birləşmə əmələ gətirir. Gövdə skeleti 2 körpücük, 1 ənsə və 2 çanaq sümüyü ilə birləşmə əmələ gətirir ki, toplam 5 dənə sümüklə birləşmə əmələ gətirir gövdə skeleti. Ətrafların skeletinə keçirik. Ətraflar bildiyimiz kimi yuxarı ətraflar və aşağı ətraflardır. Yuxarı ətrafların
sərbəst hissəsinə, demək, vazo, sait. Sait hissə özü mil və dirsək sümüklərindən ibarətdir. Demək, bir vazo sümüyü yuxarıdan kürək sümüyü ilə birləşib. Vazo sümüyü yuxarıdan kürək sümüyü ilə, aşağıdan mil və dirsək sümüyü ilə birləşib. Yəni, 3 sümüklə birləşmə əmələ gətirir vazo sümüyü. Və demək, vazo, sait və əl pəncəsindən təşkil olunubdur yuxarı tərəfdən sərbəst hissəsi. Əl pəncəsində də əl darağı arxası, əl darağı və barmaq falanqaları var. Bu sərbəst ətraf, demək, yuxarı ətrafların sərbəst hissəsini təşkil edir. Bu sümüklər yuxarı ətrafın sərbəst hissəsində sonuncu barmaq falanqaları yalnız bir sümüklə birləşmə əmələ gətirir. Yuxarı ətrafların qurşaq hissəsinə isə kürək və körpücük sümükləri aiddir. Baxırıq, kürək sümüyü demək, körpücük sümüyü ilə birləşmə əmələ gətirir və bir qədər aşağı hissədən vazo sümüyü ilə birləşmə əmələ gətirir. Yəni, bir kürək sümüyü, bir vazo, bir körpücük sümüyü ilə birləşmə əmələ gətirir. Körpücük sümüyü isə demək, öndən döş sümüyünə birləşir, arxadan kürək sümüyünə birləşir. Yəni, bir körpücük sümüyü, bir kürək və bir də döş sümüyünə birləşmə əmələ gətirir. Yəni, bir körpücük sümüyü, iki sümüklə birləşmə əmələ gətirir. Ümumi desə ki, çiyin qurşağı neçə növ sümüklə birləşmə əmələ gətirir? Çiyin qurşağı dedikdə kürək və körpücük sümükləri kompleks formada götürülür və çiyin qurşağı ancaq ön tərəfdən bir dənə döş sümüyü ilə birləşmə əmələ gətirir. Təbii ki, çiyin qurşağı dedikdə kürək və körpücük sümükləri nəzərə alınır. Diqqət eləməli olduğumuz məsələ, körpücük sümüyümü soruşur testdə, yoxsa kürək sümüyümü, yoxsa ümumi çiyin qurşağı sümüklərinin birləşmələri soruşur. Və yaxud da ki, test suallarında çiyin qurşağı neçə sümüklə birləşmə əmələ gətirə bilər, deyə bilər. Çiyin qurşağı neçə növ sümüklə birləşmə əmələ gətirər, sualı qoya bilər. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Aşağı ətrafların skeleti, demək, aşağı ətrafların sərbəst hissəsinə bud, baldır hissədə qamış və incik sümüyü və aşağı ətrafların pəncə hissəsi. Təbii yenə də burada daban sümüyü var, aşağı ətraflarda demək, falanqalar var, ayaq darağı sümükləri var, ayaq darağı arxası sümüklər var. Yenə də aşağı ətrafların sərbəst hissəsi bir-birindən hərəkətli birləşir. Bud sümüyü çanaq sümüyü ilə birləşmə əmələ gətirir, hərəkətli. Çanaq sümüyü isə, yəni aşağı ətrafların qurşaq hissəsinə isə 2 dənə çanaq sümüyü demək, aiddir qurşaq hissəsinə. Çanaq sümüyü ilə, çanaq qurşağı ilə tanış olaq. Demək, aşağı ətrafların qurşağı və yaxud da ki, çanaq qurşağı adlanır. 2 dənə çanaq sümüyü ilə təşkil olunmuşdur. Çanaq sümüyü demək, yuxarı tərəfdən oma, onurğanın oma sümüyünə birləşib, digər tərəfdən digər çanaq sümüyünə birləşib və bir tərəfdən də bud sümüyü ilə birləşmə əmələ gətirir. Yəni, bir dənə çanaq sümüyü, bir oma, digər çanaq sümüyü və bud sümüyü ilə birləşmə əmələ gətirir. Yəni, 3 sümüklə birləşmə əmələ gətirir. Amma ümumən çanaq qurşağı neçə sümüklə birləşmə əmələ gətirir deyilsə, çanaq qurşağı, oma və 2 dənə bud sümüyü ilə birləşmə əmələ gətirir. Yəni, 3 sümüklə birləşmə əmələ gətirir. Daha sonra biz tanış oluruq onurğanın əyriliyi ilə. Dediyimiz kimi, onurğa 5 şöbədən ibarətdir. Boyun, döş, bel, oma və büzdüm. Birinci boyun fəqərəsi hərəkətli birləşdi. Yerdə qalan 6 boyun fəqərəsi, 12 döş və 5 bel fəqərəsi yarım hərəkətli birləşdi. Oma və büzdüm fəqərələri isə tam hərəkətsiz birləşmə əmələ gətirir. Boyun gördüyü kimi burada önə doğrudur. Önə doğru əyrilik lordoz, arxaya doğru əyrilik isə kifoz adlanır. İnsan bədəndə 2 lordoz, 2 kifoz var. Lordozu əmələ gətirən sümüklər dedik ki, fəqərələr 2 sümüklə birləşmə əmələ gətirir. Kifozu əmələ gətirən fəqərələr isə 4 sümüklə birləşmə əmələ gətirir. Əgər onurğa sütunu, baxın, lordoz bu hissə çox arxaya doğru, yəni döş hissə bir qədər arxaya doğru əyilmiş olmalıdır. Amma burada döş hissə daha çox arxaya doğru əyilmiş olur və buna patoloji kifoz deyilir. Və yaxud da ki, demək, boyun və yaxud da bel hissə daha çox önə doğru əyilmiş olar. O zaman o patoloji, demək, baxırıq burada, bel hissə daha çox önə gedir, normal hissədən daha çox önə doğru
əyrilik baş verirsə, buna isə patoloji kifoz deyilir. Demək, daha doğrusu önə doğru əyrilik patoloji lorduz. Bu şəkildə isə döş hissə daha arxaya gedibdir, patoloji kifozu əmələ gətirir. Onurğa sütununun yana doğru əyriliyi isə skalyoz adlanır. Diqqətinizə görə minnətdarım.